Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə Zəfər konsepsiyası və Azərbaycancılıq ideologiyası kontekstində müasir gəncliyin prioritet vəzifələri mövzusunda tədbir və qış məktəbinin bağlanış mərasimini keçirib. Tədbirdə Azərbaycanda gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı, tövsiyə və vəsiyyətləri barədə video çarx nümayiş etdirilib. Toplantıda Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrailov, millət vəkilləri, Partiya Mərkəzinin Aparat İnformasiya Texnologiyaları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nurlan Qələndərli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər. Qeyd olunub ki, 2 fevral Azərbaycan Gəncləri Günü bütün gəncliyimiz üçün Ulu Öndər Heydər Əliyevin hədiyəsi, diqqət və qayğısının nümunəsidir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 1996-cı ildə Azərbaycanda qeyd olunub. Dünyada isə yalnız 1998-ci ildə Gənclər Günü elan edilib. Bu isə bir daha ümumilikdə lider Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyərin parlaq göstəricisidir. Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə təşkil etdiyi qış məktəbinin bağlanış mərasiminə start verilib. Nizami rayonunun ictimai və mədəni həyatına fəallığına görə bir qrup gənc Nizami rayon İcra Hakimiyyətinin fəxri fərmanları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ictimai siyasi həyatında fəallıqlarına görə bir qrup gənc fəxri fərmanlar, təşəkkürnamələr, rayon təşkilatının könüllülük layihəsinin məzunları və qış məktəbini uğurla başa vuran iştirakçılar sertifikatla təltif ediliblər.